Dostlar, namaste. Bilirsiniz, insanı zirvələrə aparan onun düşüncələridir, onun zehnidir. Və insanı ən aşağıya aparan, ən belə dibin dibinə salan yenə də onun düşüncələridir, onun zehnidir. Bugün insanlar onu idarə edə bilmir. Çox hallarda aşağılara gedirlər. Çünki yuxarıya getmək biraz çətindir. Yəni həyatda uğurlu olmaq, zəngin olmaq, bolluq gəlsin. Fikir verin, planetdə daha çox yoxsul insan var və əlbəttə ki, çox az milyonçular var. O milyonçular yoxsul insanları idarə edirlər. Necə idarə edirlər? Misal üçün, onlar böyük şərab fabrikları yaratdılar, onu reklam etdilər, televiziyada da reklam olunur, hər yerdə. Sən də ondan istifadə edirsən. Olursan onlara xeyir verənin biri. Böyük food industriyaları, burgerlərdir, bilmirəm, nə ziyanlı varsa o reklam olunur. Baxın, mən bir adlar çəkmirəm. Amma nə qədər şəhərdə, misal üçün, fast food restoranları var, hardakı insanlar orada növbə tuturlar onun dadına baxmaq üçün. Çünki bu böyük industriyanın istiqamətidir. Biz bu günləri bunu hiss etmirik və bu amilləri biz bir-bir edə-edə yalnız aşağı gedirik. Uğursuzluğa aparır bu yol bizi. Yenə də deyirəm, kiməsə milyonlar gətirir. Və o insanlar daha hər gün daha yeni bir deməli bizneslər düşünürlər ki, necə daha çox pul qazanım. Amma qurban olan hər zaman bizik. Adi əhali, sadə əhali, hansı ki inanır, hansı ki güvənir, istəyir tütün məmulatları. Baxın necə dünyada dəbə saldılar. Şişa, hətta İtaliyada artıq restoranlarda şişa var. Yəni qabaqlar belə bir şey yox idi. Mən İtaliyada uzun illər yaşamışam. 10 il bundan öncə İtaliyada belə şey yox idi. Amma axırıncı dəfə görürəm ki, restoranlarda İtalyanlar başlayıblar şişa istəməyə, qəlyan istəməyə. Necə marketinqin gücünə, yəni o boyda güclü xalqın adət-ənənəsini dəyişdirir marketinq. Bir çox şeylər bizə bu günləri ziyan vurur, bizi geriyə salır, amma biz onu belə bəhbəhlə edirik, heç ağlımızın ucundan da keçmir ki, bu mənə ziyan vura bilər. Adi çeylədiyiniz saqqızlar da ziyandır. Etməyin o şeyləri. Paçka çaylar, nələr, çalışın təbii qidalanın. Bilirsiniz nə qədər dəyərlidir sizin canınız, sizin ruhunuz. Siz bu günləri çox, yəni bədəniniz siz çox gözəl olmalıdır. İstəyir daxili, istəyir xarici, huzurlu olmalısınız, sakit olmalısınız. Əgər sağlam, güclü, çox yaşamaq istəyiriksə, baxın bu proses, bunu hamı istəyir də. Kim deyir ki, mən çox yaşamaq istəmirəm. Ancaq ya geri zekalı bir adam onu deyə bilər, ya da ki, belə başından sualı etmək üçün deyər ki, yox, mən çox yaşamaq istəmirəm. Hamımız istəyirik, çox yaşayaq, sağlam yaşayaq, güclü yaşayaq, nəvələrimizi sağlam ağılla oynadaq. O bir var ki, 70 yaşında çönüb olursan bir ağac kimi, belə hamı səni prikola tutur, zarafat edir, yaddaşın gedir, gəlir. Çünki bütün ömrünü yemisən, içmisən, belə yaşamısan da. Diqqətsiz yaşamısan özünə, daxilinə qarşı. Amma bir də var ki, 70 yaşında adam var, o boyda şirkəti idarə edir. Misal üçün, Avropada elə insanlar çoxdur. 90 yaşında şirkətin CEO-sudur, prezidentidir. Bugün seçim bizimdir. Diqqətli olmalıyıq həyata qarşı. Mənim qarşıma bu günləri çox şey çıxa bilər. O demək deyil ki, mən gedim hər şeyin dadına bir baxım. Yox.
Mənim rəfiqəm onun dadına baxır, alır, istifadə edir. Yenə də mənə o haqqı qazandırmır ki, mən də onu edim. Mən zehinli olmalıyam, düşüncəli olmalıyam ki, bir baxım görüm bu əgər mənim canıma daxil olursa, fərqi yoxdur. Burada nə olursa olsun, bax istəyirsən o üzvə etdiyin prosedurlardır. Yəni bu sənin daxilivə girir. Düşün, sənə bu günləri beynivə qoyublar ki, 2 dənə qırış qüsurdur, ayıbdır, belədir, elədir, hamısı belə üzdə olmalıdır. Yox. Düşünün, 10 il bundan qabaq bu şeylər yox idi. İnsanlar necə də rahat, huzurlu yaşayırdılar. Deməli, bu bir marketinqdir da, sənin zehninə salıblar ki, sən yoldaşının xoşuna gəlmək üçün bunu eləməlisən, oranı düzəltdirməlisən. Yox, valla sən təbii ol. Sən təbii yolla bu istiqamətə gəl, başa düşürsən? Üzvü masaj et, fitnessa get, yoqaya get, bilmirəm, nələrsə et. Bədənini təbii yolla. İnsanlar qarınlarında olan piyi gedib əməliyyat etdirirlər. Siz nə qədər insan dünyasını dəyişir də. Azərbaycanda da bir neçə dənə hadisə oldu ki, həmən o əməliyyatda adını da unutdum, insanlar həyatını dəyişdi. Amma bəzilərinə belə çox rahat, adi gəlir ki, bu nədir ki, sən bu piyi gedib bir neçə ay qaçarsan, bilmirəm, yoqaya gedərsən, tərləyərsən, canından o piy gedəcək də. Sən necə gedib, özdə ki 5.000, 10.000, nə bilim, nə qədər pul verirlər, onu götürürlər oradan. Bax, düşün, söhbət piydən gelmir. Səni Allah orijinal yaradıb. Hər şey düzgün ölçüdə, hər şey qaydasında. Maksimum sən neyi edə bilərsən? Burnuvu okey, bir balacalaşdıra bilərsən, əgər o problem səndə varsa. Amma gedib belə hər 1-2 ay ərzində sən o problemi təbii yolla həll edə bilərsən, yox sən gedirsən, girirsən, özünə əziyyət vermək istəmirsən. Çünki zehnin uşaq kimidir, heç nə istəmir, onu istəyir, ağlayır, neyniyir. Balaca hava olanda, ay mənə istidir, ay mənə soyuqdur, su verin, ürəyim. Yəni, siz insanları belə çox iflic gününə salıblar. Çox belə uşaq kimi. Hətta bəzi hallarda baxırıq, balaca uşaq böyük insandan daha iradəlidir. Bu necə olur? Filankəs mənə belə dedi. Hər şey tez xətrimizə deyir. Ego dolu yaşayırıq. Bu keyfiyyətli həyat deyil, dostlar. Bu keyfiyyətli həyat deyil. Bu şeylər siz nəyə görə sizin başınıza gəlir? Çünki bir balaca Allahınızdan uzaq düşmüsünüz. Heç kim dua etmir, heç kim şükür etmir. Yalnız hansısa bir çətinlik, problem baş verəndə, ay Allah mənə kömək ol, ay Allah mənə... Yox. Sən Allahınla təmasda olmalısan. Onunla yaxın olmalısan. Heç olmasa o balaca bir dəqiqə, bax, düşün, gündə sənin 24 saatın var. O 24 saatın 1 dəqiqəsini, 2 dəqiqəsini təşəkkür hisslərini, duyğusal olaraq bir əlvi qaldır Tanrıya. De ki, nə gözəl mənim bədənim var, mən sağlamam, mənim evladlarım var, mən bilirəm sən məni qoruyursan, məni istəyirsən. İnanın, bu sizin necə həyatınızı dəyişə bilər, sizin həyatınızın keyfiyyətini dəyişə bilər. Sizi bu günləri mən belə başa salım da sizi. Çünki hamınız maddi dünyanın insanlarısınız, maddi başa düşürsünüz də. Yəni, aldım, verdim, pul, qızıl, bank, yəni insanlar belə anlayır. Bax, sənin bu günləri, əgər sən bunu etsən, gələcəkdə, yaxın gələcəkdə, yəni 1 ay sonra, 2 ay sonra sənin o minlərlə manat aparıb klinikalara, müəyyən, bilmirəm, hadisə yerlərinə etməyivə qənaət edər. Başa düşürsünüz? Mən sizə bu günləri görün nə dərəcəyə çatmışıq ki, sizin Allahınızı sizə maddi şeylə izah edirəm ki, bunu et, buradan qabağa düşəcəksən. Görün nə gündə biz yaşayırıq. Görün hansı hala insanlar gəlib çatır. Çünki hər şeyi maddi anlayırıq, hər şey düşünürük, puldur, statusdur.
belədir, elədir, mənə hörmət eləməlidirlər, mən böyükəm, mən rəhbərəm, mən direktoram. Çox keyfiyyətsiz həyat. Həddindən artıq keyfiyyətsiz həyat. Və bu günləri insanlar təəssüf ki, onun qurbanıdır. Məni çox üzür bu hal. Amma mən nə edə bilərəm? Mən sadəcə məlumat verə bilərəm. Çünki istəyirəm sizin həyatınız dəyişsin, daha keyfiyyətli olsun, huzur içində yaşayasınız, harmoniya içində yaşayasınız. Onda siz hər şeyin daha çox qədrini bilirsiniz, hər şeyin daha çox ləzzəti olur, ağzınızın da dadı olur. Siz insan çox belə sürətli, düşüncəli yaşayanda ağız dad itir. Bütün bədən proses köhnəlməyə başlayır. Çünki bədən köhnəlir, bədən zəifləyir. Sən ali enerjidən özünü qopursan, həmən o ali enerji də Allahdır. Sənə güc verir, sənə istiqamət verir, sənin üzvə nur verir, sənə sağlamlıq verir. Sən bu günlər ondan ayrılmısan, sırf olaraq qaçışdasan. Sürətlə hər şey olsun, hər şey olsun, o da olsun. Ondan da yaxşı olmalıyam. Belə yarışdır sanki, həyat yarış deyil. Həyat çox gözəldir. Təbiətdə heç bir çiçək, heç bir ağac bir-biri ilə yarışmır. Bir-birindən daha gözəl, daha möhtəşəm, daha hündür olmağa çalışmır. Hər kəsən öz həyatını yaşayır və necə də gözəldir təbiət. Heç olmasa oradan bir şey götürək. Gününüz gözəl keçsin, namaste.